Hər vaxtınız xeyir olsun əziz dinləyicilər. Real FM-də mən Kəmalə Onur növbəti bir müsahibimlə söhbət eləyəcəm. Yoxsa efirdədir, qonağımız isə fəlsəfə doktoru Müşfiq Ötkündür. Müşfiq müəllim, xoş gəlmisiniz, salamlayıram sizi. Xoş gördük. Müşfiq müəllim, bugün Qurban Bayramı ilə bağlı həm də bu bayrama gətirən ilahi məqamlar, həmçinin sizi tapmışkən, studiyamıza qonaq dəvət eləmişkən bəzi məsələlərlə bağlı suallar verəcəm sizə. Suallarımız seçimlər əsasındadır. Xahiş edirəm bu seçimlər əsasında fikrinizi formalaşdırıb cavablandırasınız suallarınızı. Tamam, baxaq. İlk sualım belə olacaq. Qurban şükür məqsədi ilə kəsilir ya bir arzunun gerçəkləşməsi müqabilində? Hər ikisi ola bilər. Amma ikincisi daha çoxdur. Və nədir orada? Qurbanı kəsirlər ki, Allahım, mən sənə yaxınlaşmaq istəyirəm. Allaha yaxınlaşmağın yolu qurbandan olur. Və kim daha çox qurban verə bilirsə, o daha çox yaxınlaşacaq. Prinsip çox sadədir. Bir müsəlman şairi vardı, Kəbir, Hindistanda yaşayırdı. O deyirdi ki, uşaqlar, sir çox sadədir. Tərəzinin bu tərəfinə başınızı qoyursunuz, o bir tərəfinə sizə həqiqət qoyacaqlar. Qurbanı Allah yolunda kəsmək, yoxsa kasıblara yardım etmək üçün kəsmək lazımdır? Bunun ikisi də eyni şey demək deyilmi? Allah yolunda kəsmək elə insanlarla əlaqələri bərpa eləməkdir. Ümumiyyətlə, adamlar anlamalıdır ki, indi qurban özü iki mənanı daşıyır. Bir mənası odur ki, sən Allaha göstərirsən ki, ona yaxınlaşmaq sənin üçün nə deməkdir, nə qədər önəmlidir. Məsələn, heç sən bir qızın ürəyini ovlaya bilməzsən, onun üçün hədiyyələr almasan. Fırlanırsan başına, zaman xərcləyirsən, resurs xərcləyirsən, yeri gələndə səni döyürlər o qızdan ötürü və o qız əriyir. Allah da belədir. Allah görməlidir ki, sən ondan ötürü əziyyətə qatlaşa bilərsən və bu söz deyil. Yoxlayacaq səni o qız kimi. Və əmin olanda ki, sən ən əziz hər şeyindən, canından belə keçməyə hazırsan, onda öz bərəkətini göndərəcək sənə. Qurbanın missiyası budur. Amma təbii ki, o qurban Allaha lazım deyil. Deyir, onu da ətrafındakı ehtiyacı olan insanlara ver. Bu, xeyrxahlıqdır artıq. Xeyrxahlığın ayrı bir missiyası var. Xeyrxahlıq bir mistik ritualdır. İnsan qəlbinin genişləndirilməsi üzrə. Bir də mən həmişə deyirəm ki, qırılmış rabitələrin bərpası üzrə. Bizim bir problemimiz var ki, biz ayrıyıq. Bizim hərəmizin öz boğazımız var. Yeməyi öz boğazımıza yeyirik. Nə bilim, evladımız, adımız olanda da o da yenə bizimkidir, o birisi deyil. Bu bizi biraz məhdudlaşdırır, bizi egoistləşdirir, bizi ayırır o biri dünyada. Xeyir əməllər etməklə biz o biri dünya ilə qırılmış rabitələrimizi bərpa edirik və daxildən qidalanmağa başlayırıq. O qidalanan kapilyarlar ki var başqa insanlarla, o elə Allahdan gələn qida olur. Ona görə bunu etməlidir insan. İnsan nə qədər egoist olursa, qurumuş ağac misalına dönür. Ona görə o qurbanda iki hədəf var. Birincində dedim, ikincində. Müşfiq müəllim, qurban ətini yalnız fəqirlərə vermək doğrudur, yoxsa ailə ilə də bölüşmək lazımdır? Necə düşünürsünüz? Əsasən fəqirlərə ehtiyacı olanlara vermək lazım. Çünki qurbanda, ümumiyyətlə, burada demək xeyir əməldə. Xeyir əməldə məqsəd çox sadədir. Ehtiyacı olanların dualarını almaq. Toplayın duaları. Məsələn, adamlar var ki, bir bədbəxtliyə düçar olublar. Deyirəm ki, Allah üzünü döndərib səndən də, Allahın lütfünü cəlb eləmək üçün çoxlu xeyir işlər eləmək lazımdır. Onda hadisələr də başqa cür dönüb dolaşacaq. Elə eləyin ki, siz küçədən keçəndə xeyli adam desin ki, Allahım, bu qızımı, bu oğlumu xoşbaxt elə gələn. Cəmaatın dualarını alın. Lap heyvanların belə. Ac köpəklər var, pişiklər var, quşlar var. Unutmayın heç kəsi. Susuz qalan ağaclar var küçədə, yiyəsizdir. Onları da suvarın. Və o dualar sonuçda sizin taleyinizə təsir eləyəcək. Varlı qohuma ət aparmaqda nə şərəf var ki? Yeyir də onsuz da.
İslamın bütün şərtlərinə əməl etmək, yoxsa yaxşı insan olmaq? Onların ikisi də birdir. Onlar alternativ deyil. Zaten İslamın şərtlərinə əməl etmək sənin insanlığını çiçəkləndirmək üçündür. Amma sizin deməyinizdən belə çıxır ki, İslamın şərtlərinə əməl etməyənlərin heç biri yaxşı insan deyil. Professional insan deyil. Professional insan deyil. Məsələn, bax, sabah bir də axşam bütün dünyada dindarlar, təkcə müsəlmanlarda deyil, durarlar Allahın qarşısında ibadət eləyərlər. Bir günəşin qalxmasını ibadətlə nişanlayarlar, bir də günəşin batmasını. İki günün iki başını. Bu qədim Misirdə də var idi. Bunu eləyən insanlar öz həyatlarında müqəddəs həyəcan birikdirirlər, artırırlar. Bu pisdirmi? Adi adamlar həyatlarındakı müqəddəslik duyğularını səpələyirlər. Demistifikasiya ilə məşğullar. Bu adidir də, bu adidir. Bilirsiniz bunun tələsi nədir? Sevirlər bir qızı və ya bir qız bir oğlanı sevir. Aşiq olurlar, qaldırırlar taxta həmin adamı. Sevirlər o dövrdə. Sonra bu mexanizm işə düşür, taxtdan saldırmaq mexanizmi. Müqəddəslikdən məhrum eləmək, yaxınlaşdı deyə, həyatında da müqəddəslik potensiyası azdır adamın. Salır adamı taxtdan, sonra sevmir 2-3 ildən sonra. Başa düşürsünüz? Ona görə də adamın gərək müqəddəslik potensiyası həyatında, deposu heç vaxt boşalmasın. O namazlar onun üçündür. Müqəddəs həyəcan tərk eləməsin sizin gününüzü. Onda sizin yaxınınızda yaşayan insanlar da bundan öz paylarını alacaqlar. Həyat yoldaşınız, uşaqlarınız, qohumlarınız, qonşularınız. Yəni bu insanlıq elmi deyil, nədir? Xeyirxahlıq deyir, qurban paylayın deyir. Bu insanlıq elmi nədir? Məsələn, qurbanın bir də başqa mənası var. Ki, həqiqət yolunda səndən qurban tələb eləyəcəklər. Sən onu verməyə hazır olacaqsanmı? İnsanlığın çatacaqmı? Yoxsa təhlükəyə qədərdir sənin Allah sevgin və ya həqiqət sevgin? Bunu yoxlayacaqlar. Bu insanlıq deyilmi? Bu dürüstlük deyilmi? Sonra İslam deyir ki, sözlərinin üstündə durarlar müsəlmanlar. İndi insanlar sözün üstündə durmağı yadırğıyıblar. Sözün üstündə durmağı özün məşq eləyirsən. Məsələn, orucluq ayında bir ay söz verirsən ki, yeməyəcəksən gün ərzində. Sən sözün üstündə durmağı öyrənirsən. Bu səni insan kimi inşa etmirmi? Ona görə mən deyərdim, professional insanlaşma məktəbidir dinlər. Təkcə İslam yox, bütün dinlər. O bir insanlar fikirləşir ki, elə oradan-buradan bir şey öyrənsək də bəsimizdir. Amma onu da demirəm ki, bütün dinlə məşğul olan insanlar insanlığın zirvəsinə qalır. Orada da təhlükələr var. Maun surəsində Allah deyir. Orada da özünü aldadanlar var. Təkəbbürlə o bir insanlara baxanlar var ki, biz araq içmirik, siz araq içirsiniz. Biz ibadət edirik, siz eləmirsiniz. Onlar nə qədər o təkəbbürlə baxacaqlar, bir o qədər də onların elmi cücərməyəcək. İbadət etdiyini göstərmək, yoxsa gizlətmək? Mümkün qədər gizlətmək. Sevgi aşkara vurulmaz. Amma müəyyən bir səviyyəyə çatandan sonra sən bunu anlatacaqsan başqalarına. Amma göstəriş çox zədə verir bu işə. İndi biz elə bir dünyadayıq, biz göstəriş dünyasındayıq. Adamlar sevgilərini göstərirlər bütün günü. 3 il əvvəl evləniblər, hələ də toy şəkilləri paylaşırlar. Gözü doymayıb göstərişdən. Əsas odur ki, aranızda sevgi olsun. Onu göstərməsən də olar. O görünəcək. Sənin üzvün asılmamağından görünəcək ki, sən xoşbaxtsan. Sənin üzvün təbəssümündən görünəcək. Xeyirxah əməllərindən görünəcək ki, sən xoşbaxtsan. Bunu başqalarına göstərmə. Dindarlardan da belələri çoxdur. Özlərini göstərmək üçün sədəqə verərlər. Müthiş bir şeydir, amma eləyirlər. Özlərini göstərmək üçün xeyriyyə əməllər eləyərlər. Özlərini göstərmək üçün ibadət eləyərlər. Küçənin ortasında, maşın yolunun ortasında, bilmirəm, bunun üçün uyğun olmayan yerlərdə belə ki, qoyun baxsınlar, mən bu işdən qaçmıram. Bəlkə kimsə də bunlara belə deyib. Bunu bəzən, çox üzr istəyirəm, nümunə olmaq adını bunun üstünə qoyub bəraət göstərirlər.
deyirlər, amma bunu aşkara vurmayan, gizlində eləyən adamlar, o sevdanı içlərində yaşayanlar imkan verirlər ki, o sevda daha dərin qatlara insin. Demirəm ifadə eləməklə, amma ehtiyatlı ol ki, bu nümayişə keçən kimi sən öz imanının kökünü qazmış olacaqsın. Öz mənəviyyatının kökünü qazmış olacaqsın. Yaxşı əməllər Allah üçündür, yoxsa özümüz üçün? Özümüz üçün. Allaha bunun o qədər ehtiyacı yoxdur. Amma həm də Allah üçün. Allah da bu boyda dünyanı yaradıb. İstəyir ki, bu dünya tamamlansın. Amma əsasən özümüz üçün biz Allahsız yaşaya bilmərik. Biz ondan uzaqda, uşaq anasından uzaqda olan kimi xoşbaxt ola bilmərik. Təhlükəsizlikdə ola bilmərik. Ona görə də o da bizə yollar göstərib ki, bax, mənə yaxınlaşmanın yolları budur. Gəlin. O bir oyunlar var deyə qazlar, qaqa, uça, qaça gəlin. Bax, elə bir sanki dinlər o sözü deyir qısa şəkildə ki, uça, qaça gəlin. Necə bacarırsınız? Və bu oyun ən maraqlı oyundur. Uşaq oyunudur, həm də ilahi oyundur. İnsanların səhvini üzə demək, yoxsa susmaq? Susmaq daha yaxşıdır. Amma ən əsası odur ki, o səhvin səhv olduğunu görəsən. Görürsən, üzə də vurmursan. Nə tərsisən, üzün deyir bunu ona. Hərəkətin deyir ona, davranışın deyir ona, o daha təsirli olur. Quranda ona görə də deyirlər, müsəlmanlar eyibləri görəndə üstünü örtərlər. Elə bir çox, indi biz özlərini doğruçu qoyublar. Hər xırda eybi adamların üzünə vurmağa çalışırlar. Güya doğruçudur. Amma böyümür bundan. Sən əgər özündə o eyibləri aradan qaldırmışsansa, sən bilirsən ki, bu asan bir şey deyil. Sənin o susmağın da bunun çətinliyinin fərqində olduğunu adama göstərməyindir. Və bir növ kömək eləmiş olursan ona. Amma sevinmirsən onun yanlışına, dəstək eləmirsən onun yanlışına, o da alır öz payını, həssasiyyəti varsa. Həssasiyyəti yoxdursa, sənin onun üzünə vurmağın da bir şey vermir. Ümumiyyətlə, həqiqətə qarşı həssaslıq da bir ayrı mövzudur. O gərək ürəyi ona həssas olsun, onda onu deyəsən. Yoxsa İsa Peyğəmbər deyirdi, donuz qarşısında mirvari səpələməyin. İslam nə buyurur? Məsləhətə əməl edək, yoxsa şəxsi fikrimizə? Hər ikisinin balansı var. Çox çətindir ürəyi ilə əlaqəsini itirib məsləhətə qulaq asmaq. Gərək öz ürəyinlə əlaqəni həmişə qoruyasan. Öz həyandan, öz utancaqlığından, öz mərifətindən. Bu çox çətindir. Çünki əgər ürəyinlə əlaqəni qoparmısansa və məsləhətə qulaq asırsansa, sənin məsləhətçin şeytan olacaq. Mütləq tapılacaq elə məsləhətçilər ki, səni azdırsınlar. Gərək bir çox səmimiyyətlə, demirəm səhvsiz olasan, səhvsiz olmur insan. Amma riyakar olmayasan, həssas olasan, o zaman sənin səhvləri Allah zaman-zaman sənə göstərəcək və sən özü düzəldəcəksən, buna da şans verəcəksən. Amma mütləq biz, həm də bizə iki qulaq verilib də ki, biz iki tərəfə də diqqət eləyək. İki dənə də göz veribdir. Biri ilə özümüzü görürüksə, biri ilə də dünyanı görək. Biri ilə özümüzə qulaq asırıqsa, biri ilə də dünyaya qulaq asaq. Və kimdə ki, bu balans pozulur, o həyatını uçuruma atır da. Bu elə bil iki güzgü kimidir maşın sürəndə də. İkisinə də gərə baxasan vaxtaşırı. Ona görə başqalarından da sənə informasiya gəlir. Çox zaman o informasiya ki, sən hələ yetişmədiyin üçün ondan xəbərin yoxdur. Amma o da çətindir ki, sən yetişməmisənsə, kör-köranə də lap müdriyin belə sözünü eşitməzsən. Mən həmişə deyirəm ki, indi bu yaşımda mən öz 22 yaşımdakı müşfiqin qabağına çıxsaydım, bu söhbətləri desəydim, deyərlər, bu qoca axmaq ağlını itirib mənə gör nələr danışır. Dini nağıllar danışır mənə. Özümə bunu deyərdim. Eşitməzdim. O qədər mərifətli deyildim gəncliyimdə. Və çətindir. Bu qədər bu şeylərə boylanamazdım axı.
Amma səmimi və həqiqi şeylərlə rastlaşanda bu mənə toxunurdu. Teatr tamaşası olsun, ya bir sənət əsəri olsun. Güman edirəm ki, hər halda indiki müşviyə də qulaq asıb bəlkə biraz duruxardım. Bəlkə. İntiqam almaq yoxsa Allaha tapşırmaq? Siz elə dilemmalar götürürsünüz ki, Quranda deyir ki, sizə qisas almaq da buyurulub, qisasda həyat var. Məsələn, əgər sən qisas almadan yaşaya bilmirsənsə, mütləq qisas almalısın. Mütləq. Bir də elə situasiyalar var ki, qisas mütləq alınmalıdır. Qarabağı bağışlayanmazdıq biz. Biz qisasımızı almalıydıq. Azərbaycan xalqının yenidən doğuluşu baş verdi 2-ci Qarabağ müharibəsindən sonra. Elə o müharibə başlayandan Azərbaycan xalqı yenidən doğuldu. İndi tamam başqa bir xalqı görürük. Yaxınlarda çempion oldular mini futbolda. Hamısı onun havasıdır. Daha nələr də eləyə bilərik. Yəni bir yüksəliş var ruhunda. Mütləq qisas almaq lazım idi. Amma məsələn yaxın adamlarla ünsiyyətdə qisas almasan daha yaxşıdır. Ailə içi ümumiyyətlə. Qardaş bacı ilə münasibətdə, qohumla münasibətdə nə qədər uduzsaz və şuurlu şəkildə geri çəkilsəz bir o qədər qazanclı olacaqsınız. Torpaq zat məsələlərində güzəştə getmək olmaz, amma namus məsələsində olmaz. Amma qalan bütün məsələlərdə yaxın adamlarla xüsusilə konflikt olan kimi uduzun. Bir sözlə haqqını qorumalısan, amma yaxınlar haqdır. Yaxınlarla olan rabitə daha önəmlidir. Ata-ana ilə olan rabitə xüsusilə önəmlidir. Orada tez uduzun, qazanacaqsınız. Ata-anadan söz düşmüşkən, ata-ana ilə mübahisələrdə susmaq, yoxsa fikrini açıq şəkildə bildirmək? Susmaq. Ata-ana haqsız olacaq, ola da bilir. Bütün dünyadakı haqsız adamlar da valideyn olurlar sonuçta. Amma o sənin ən böyük imtihanındır. Bütün böyük müdriklər və müqəddəs kitablar burada eyni bir tavırdan çıxış edirlər. Konfutsi da deyir ki, yanlış deyəndə tabi olmayın ona yanlış şeylərə. Gülümsüyün, amma sözlə cavab verməyin. Doğru olan eləyin, amma sözlə cavab verməyin. Yaralamayın olan qəlblərini. Sayğınızı və hörmətinizi daha da artırın elə bir məqamda. Amma sözlərlə yaralamayın, doğru hərəkətlər eləyin. Yanlış bir şey deyərlərsə onu eləməyin. Amma sözlərdə sayğını gözləyin. Bu ən yaxşısıdır. Çünki bilirsiniz, biz bəzi şeyləri anlamırıq. Bu müqəddəslik və bu müdrik həqiqətlər ki, şərq fəlsəfəsində var. Bunlar ayılmış insanın gördükləridir. Yuxuda olan insanın yox. Yuxuda olan insana bunları danışırsan, o bunu anlamır. Amma o bir gün ayılacaq. Uluya bilər canavar kimi ayılanda ki, mən nə qədər axmaq olmuşam. Ona görə Allah böyük mərhəmətlə indidən deyir ki, valideynlər yanlış olsa belə ağlınız olsun, ona uf deməyin. Bu həyatınızın çiçəklənməsi üçün də çox önəmlidir ki, valideynlərlə münasibəti doğru çərçivədə saxlayın. Müşfiq müəllim, ailə üzvləri arasında öncəlik kimin olmalıdır? Valideynin, həyat yoldaşının, yoxsa övladın? Valideynin. Birinci valideynin, sonra həyat yoldaşının, ən sonda övladın. İndi tam tərsidir. İndi övlad öndədir. Fəlakət. Niyə elədir? Ağlımızı itirmişik. İnsan ağlını itirməyə başlayanda tam həqiqətin tərsi mövqeyini doğrulda gedir. Bizim də qabağımızı alan olmadı. Biz tam yalanın o biri qütbünə qədər getdik. Dibinə qədər getdik yalanın. İndi bu dibindən həyatı qaldırmaq lazımdır, təzədən doğruya doğru. Uşaq evin mərkəzi olubdu. Biabırçılığa baxın ha. Uşaq həyatın mənası olubdu. Fəlakətə baxın ha. Bizə gəlirdilər həmişə, deyirdilər, siz necə belə qəribə xalqsınız, siz metroda qalxırsınız, yaşlılara yer verirsiniz. Daha birazdan o da qalmayacaq. Ağsaqqallıq institutunun üstünə bir səlib yürüyüşü var. Axtarırlar, tapırlar bir ağsaqqallarda səhv ətrafında. Deyirlər, axı bunlar
Səhvlidirlər. Əlbəttə səhvli olacaq bunlar. Siz heç qurdsuz alma görmüsünüz? Amma qurdsuz alma yemək istəyirsinizsə, süni saxta dərmanlı almaları yeyərsiniz. Normal insanların səhvləri olur. Və siz bu insanlara səbr etməyi öyrənməlisiniz. Valideynlərə hörmət bu həyat ağacını çiçəkləndirmək üçün çox zəruri bir şeydir. Valideynlərə hörmət azalınca, fikir verirsiniz, qocalar evinin sayı artdıqca doğuşun bütün dünyada sayı azalmağa başladı. Uşaq da istəmirlər daha. Adın qoyublar ki, hər şey uşağa görədir. Valideynlərə artıq personaj kimi evdə baxmağa və zəhlə tökən personaj kimi baxmağa başlayınca daha uşaq doğmağa da tələsmədilər. Bütün dünyada əhalisizləşmə gedir, əhalinin yaşlanması gedir. Bu təqaüd yaşlarının artırılması da o səbəbdəndir. Yoxdur daha gənclər ki, işləsinlər, onların vergisi ilə yaşlılar normal yaşında, urvatlı ikən təqaüdə çıxsınlar. Biz bunu elədik və görürük ki, cəmiyyətin ağacı da quruyur. Və bu elm deyil, baxın da nəticəsinə və geri dönüş eləyin də. Yanlış fəlsəfədir bu hamısı. Şərq fəlsəfəsi yoxsa qərb? Təbii ki, şərq. Qərbdə fəlsəfə yoxdur ki. Dərinlik yoxdur ki orada. Çox bayağı ötəri şeylərdir. Yoxdur. Bilirsiniz, mən gənc vaxtımda Nietzscheni araşdırdım. Psixopat təsiri verdi mən o. Bir də sonra Buddanı araşdırdım. Baxdım, onda huzur qoxur. Bunun həkimə ehtiyacı var. Və seçimimi həmən elədim ki, mən müdriklikdən payımı alıb bunlar kimi sakit olmaq istəyirəm. Bunlar kimi huzurlu və xoşbaxt olmaq istəyirəm. Bunlar kimi fəaliyyətdə olmaq istəyirəm. Bəziləri deyir ki, şərq fəlsəfəsi fəaliyyətsizlik, passivliyi aşılayır. Bu ağ yalandır. Şərq fəlsəfəsi fəaliyyət aşılayır, amma sağlam fəaliyyət aşılayır. Qərbin isterik fəaliyyətini yox. Qərbdə depressiv, isterik bir çabalar var. Bəs qərb niyə bu qədər cazibdir? İnsanın ağlı azanda bütün əyri yollar ona cazib görsənir. Quldurluq ona cazib görsənir. Ondan sonra əxlaqsız qadınlar ona daha cazib görsənir, nəinki məsum qadınlar. Əcayib dünyaya gəldik. Azadlıq nədir? Hər şeyi eləyə bilmək, yoxsa etmək istəmədiyini etməmək? Onu mən bir dəfə yazmışam ki, azadlıq etmək istəmədiyini etməməkdir və ya özün olmaq, daha heç bir sıxıntı çəkməmək. Bilirsiniz, insanın gözəlliyinə vaxt başlayır. İnsan özü olur. Necə varsa, öz səsi ilə, emosiyaları ilə, düşüncələri ilə. Dünyada çox az adam özüdür. Ona görə xarizmatik insanlar dünyada azdır. Uşaqlar xarizmatikdirlər. Uşaqlar çox sevimlidirlər, çünki uşaqlar tam mənasında özləridirlər. Sonra onları pozacaqlar, onlardan özgəsi yapmağa çalışacaqlar. Təhsil, tərbiyə falan və müdriklik yenidən o özə qayıtmaqdır. Əgər insan özünə qayıdırsa, nə sənətin, nə peşənin yiyəsi olursa olsun, o çox cazibəli adam olur. O, Allahın onu necə yaradıbsa, o özünü bəyan edir dünyaya və maraqlı bir şey olur. Mübahisələrdə sülh yaratmaq yoxsa tərəfsiz qalmaq? Əslində tərəfsiz qalmaqla sülh yarada bilərsən də. Sülhü yalandan yaratmaq olmaz ki. Məsələn, Qərb bizə deyirdi ki, sülh yaradın, sülh yaradın. Hardaydı onlarda tərəfsizlik? Onlar həmişə ermənilərin tərəfində idilər. Birinci müharibəni onlar udmuşdular, onlar bizə deyirlər, indi niyə demirlər? Heç təzyiq də eləmirlər Ermənistana, onların şərtləri ilə istəyirlər nəsə bir şey olsun. Yox, həqiqi mənada tərəfsizlik elə özü sülhə səbəb olur. Ədalətin yanında olmaq lazımdır. Biraz tərəfsizliyi də biraz şərh eləyək də. Yəni mütləq kiminsə qazanmağını gərək istəməyəsən, haqqın qazanmağını istəyəsən. Haqq kimdədirsə, o da qazansın istəyəsən gərək. Ədalət nəyi tələb edirsə, o tərəfdə qazansın gərək deyəsən. O zaman sən sülh yaradan ola bilərsən. Başqa cür sən cəhənnəm yaradacaqsan.
Müharibələri nə yaradır? Kin yoxsa tamah? Müharibələri hər ikisi yaradır, amma daha dərinə girsək, müharibə ona görə yaranır ki, həyat saxtalaşır. Həyat saxtalaşır və müharibə o saxtalıqdan qurtararaq insanları, dünyanı yeniləyir. Mən çox üzr istəyirəm, mən həmişə ona tarixin menstruasiyası deyirəm. O yeniləyir. Qadın bədəni nətər yenilənirsə, yenidən hazır olursa yeni doğmağa, xalq da yenilənir və yeniliyi doğmağa hazır olur. Bu bütün xalqların tarixində baxa bilər. Müharibəni pis deyirlər bir mənalı olaraq, amma bu bizim həyatımızın ayrılmaz prosesidir. Biz buna baxmalıyıq. Ona görə mən elə biraz əcaib paralel çəkdim. Ona da baxmaq istəmirlər insanlar. Amma bizim insani həyatımızın ayrılmaz hissəsidir. Müharibə də həmçinin. Həyat saxtalaşmağa doğru gedəndə müharibələr baş verəcək. Həyatı yenidən fabrik ayarlarına geri döndərmək üçün. Müşfiq müəllim, çox təşəkkür edirəm maraqlı, fəlsəfə dolu müsahibəyə görə. Buyurun. Bir daha xatırlatmaq istəyirəm ki, filosof, fəlsəfə doktoru Müşfiq Ötgün bizim qonağımız idi. Yoxsanın bu dəfəki buraxılışını həm Qurban Bayramına, həm İslam fəlsəfəsinə, həm də Şərq fəlsəfəsinə həsr etmiş olduq. Siz isə seçim qarşısında qalsaz, mütləq Real FM-i dinləyin. Aparıcı mən idim, Kəmalə Onur. Hələlik.